İtil. Sen geç o bir eve. Götür. Ona bu evde hiç kes gülden ağır bir söz dememelidir. Eşittiniz mi? Cahandar Ağa Çar ordusunun mayoru Yusuf Ağa'nın oğludur. Dövrünün ziyalı adamı sayılan Yusuf Ağa, oğlunun təlim-tərbiyə işində çox maraqlı olub. Onun savadlı olması üçün əlindən gələn əsirgəməyib. Təbiətən dəli dolu adam kimi tanınan Cahandar isə igidliyinə görə də taytuşlarına seçilib. Nə atının, nə tüfənginin, nə də sözünün qabağında duran vardı. Qazax mahalında xüsusi hörmət sahibi olub. Dövrün adamı, tipik Azərbaycan kişisi adını yaddaşlara belə yazıb. O yaddaşdan da İsmail Şıxlının dəli körünü hopdu. Nəvə öz babasının şəxsində 19-20-ci əsrlərin qovşuğundakı dövrə, Azərbaycan feodal cəmiyyətinə, bəyliyə, ağalığa da portret yaratdı. Atam Cahandar Ağanı sağlığında görməyib. Cahandar Ağanı ancaq təsvirlər vasitəsilə demək, onun obrazını canlandırıb və mən bir şeyi də deyə bilərəm ki, özünün söylədiklərindən də belə başa düşdüm ki, obrazı özünü təsvir eləyəndə anasının söylədiklərini təbii ki, əsas götürüb və bir də özü söyləyirdi ki, demək, onlar Kosalar kəndində yaşayanda orada Qara Nəbi adında bir kişi var imiş. Və o da zahirən, demək, Cahandar Ağa obrazının yığma xüsusiyyətlərini həmin kişidən götürüb, yəni Qara Nəbidən. Amma bir çox əsərdə cərəyan edən hadisələrin təbii ki, hamısı, belə deyək, bioqrafik deyil. Cahandar Ağanın, yəni onu deyə bilərəm ki, ailədə baş verənlər, yəni ikinci arvad almaq məsələsi, ikinci arvad gətirmək məsələsi, daha sonra əsərdə təsvir olunan əsas personajlardan biri də, yəni insan obrazı deyil, qəmər atdı. Belə bir atı da olubdu. Mən öz xatirimdən onu bilirəm ki, mənim babam, yəni anamın atası. Onlar eyni nəsildən, eyni kənddəndirlər. O mənə söyləyirdi ki, bir dəfə lap xırda olanda, yəni babam xırda olanda Cahandar Ağanı bir dəfə görüb və onun təsvirindən belə çıxırdı ki, bu insan həddən artıq hündürboy, uca boy, cüssəli, beli, belə deyək, üzük qaşından keçən, çiyinləri isə çox havalı, enli bir qarabuğdayı, zəhimli kişi olub. Və təxminən elə Dəli Kür əsərində də atam da Cahandar Ağanı belə təsvir eləyib. Deyin o dayçalar geçsinler. Baş. Bunun tayanı. Ağa tayı Ölüp çöpü yağlı. Özünüz olsaydı belə baxmazdın. Cahandar Ağa əsl bəydir, özü də Şıxlinskidir. Ona ağalıq, özü o vaxtın neçənliyi, mənim əmim qızı gəlmişdi. Hasan Ağanın qızı Türkiyədən, onun 69 yaşı var idi. Ona atası söyləyibdi
ki, ağalıq ona Cahandar ağaya nə tərbiyə edilib. Demək, o birinci şıxılı ilə ikinci şıxılının arasında bir kənd olubdu. Ona ağalıq adı veriblər. Cahandar ağa onda balaca oğlan imiş da, yeni yetimə oğlan imiş. Nəysə də nəçənliyə bir at lazım imiş, dilboz atları. Bunu Cahandar ağaya yanına çağırır, Cahandar ağa gedir, Musaköydən dilboz cinsindən olan bir at gətirir. Eləcə nə yəhərsiz, yüyənsiz, oturub gətirir, verir həmən nəçənliyə. Nəçənlik deyir, Cahandar, bax bu gündən bu kəndi də sana verirəm. Onun ağalığını da sana verirəm. Cahandar ağa o gündən sonra o kəndin ağası sayılır, onların adı da olur ağalıq. Cahandar ağa çox zəhmli, belə özünün olan zəhmli adam olur, hündür boylu, Həbəşi İsmail Şıxılın demişkən bığları, özü də acığı tutanda həmişə görərsən bığlarını çiynəyərmiş. Cahandar ağanın 5 oğlu olub. Birinci oğlu Şəmsdandır, Daniyeldir, Şəmidin bəydir, Hasan ağadır, Qiyas bəydir. Ən kiçiyi Hasan ağadır. Qiyas əmim uzun müddət Gəncədə, Gədəbəydə pristav işləyib. O vaxtı da pristav deyirdilər. Özü də çox vuran, tutan, gözəl, qamətli, gözəl adam olub. Elə bir ki, Azərbaycanda 5 gözəl var isə biri də Qiyas əmi olubdur. Romanı işləyən vaxt İsmail Şıxılı il yarım Qori Seminariyasının arxivində araşdırma aparıb. Nəticədə Qori Seminariyası ilə bağlı epizodlara qondarma heç nə artırılmayıb. Cahandar ağa Qoridə 3 oğul oxudub. Buna görə də müəllif dayısı Şəmiddinin şəxsində Qori Seminariyasının mənzərəsini açıb. Şəmiddin bəy əsərdə şamxal kimi verilib. Semyonovun, Çernyavskinin müsəlman tələbələrinə xoş münasibəti ilə yanaşı, Bironyevin nifrətini arxiv sənədlərindən birbaşa əsərə köçürən ədib Rus Əhməd, Şuşkol Əhməd kimi məşhur olan Əhməd ağa Mustafayevdən də söz açıb. O Əhməd ağadan ki, 1875-ci ildə Qazaxda açılan Realni məktəbin yaradıcılarındandır. İşi gücü hər il Qoridə oxumaq üçün tələbə hazırlamaq olub. 1932-ci ildə dünyasını dəyişib. Çernyavski Şamaxı Malıxanıdır. Maarifçiliyi ilə fərqlənən bu şəxs hər il qapı-qapı gəzərək tələbə yığıb, öz evində dərs keçib. Azərbaycan dilini mükəmməl bilib, bu dildə dərsliklə nəşr etdirib. Molla Sadıq, Güləsər, Şahnigar, Zərnigar bu personajlar da dəli kürayətdir. Amma həyatdan bədii əsərə köçürüləndə bir qədər dəyişdirilib. Cahandar ağa öz ajalınla ölübdü. Ona pəhriz imiş, qatıq yemək, qatıq yeyib ölübdü. Orada İsmail Şıxılı verir ki, o Şəhniyar güya onun başçısı olub. Ancaq elə deyil. O onun başçısı olub, əmsi qız olub, Ədil bəyin. Meyit Hüseynin atasının, babasının əmsi qızı olub. Ancaq mənim mamam olmub. Mən ona həmişə etiraz eləmişəm. Cahandar ağanın o ikinci arvadı, adı burada Mələk verir İsmail Şıxılı. Ancaq Güllü olub onun adı. Güllü olub. Birinci arvadı ağa qızı olubdur. Müqəddəsə xanım olub onun adı. Ancaq burada verir, Zərniyar verir. Demək, o həmişə yaman kasıb imiş. O biri Sınıq körpünün yanındakı kənddən bizim kəndə gələrmiş. Cahandar ağanın evinə, nə bilim, nənəm də ona çörək zad verərmiş. Elə olur ki, nəsə Cahandar ağadır da, nəsə arvada uzun boylu, düzdür, kasıb arvadı olub, gədə qızı olub. Ancaq nəsə zəhmi bunu tutub, nə bilim, nəsə kişinin gözü tutub da bunu. Nəsə istəyib götürə qaça, qaçırmış, gəlib xabar veriblər nənəmə. Nənəm deyirlər, Müqəddəsə xanım, Cahandar ağa Güllünü götürüb qaçır. Nələ, nənəm çıxır eşiyə, biraz da sür. Deyir ki, qalx sənin qızı götürüb qaçanda sənin evinə gətirirlər ki, əlindən almasınlar. Sən niyə? Məsələ üçün kənara aparırsın, evimizə gətir. Nəysə Cahandar ağa Güllünü gətirir evə. Gətirir evə, xəzinənin açarını verir. Xəzinədən də nə sandığınındır mı, nə bilim nədir, yeməkxananda xəzinə açar deyirəm da. Verir onu ki, ala, sən bu çörəkdən ötər buraya gəlirsən. Sən ver, biz də yeyək. Hə, öyle olur ki, bu da nökərləri də,
gəlinləri də hamısını elə qıta-qıta verirmiş də çörəyi. Qarnını doymurmuş yazıqların. Nəsə mənim atam əgər dursaydı, Cahandar ağanın yerini verərdi. Deyir ki, yaxşı, mən bu arvadı almışam ki, bir qismat çörək yesin doyunca. Da bu da ki, doyunca çörək yeməyəcək, da mən burada nəyə dururum? İsmail Şıxılın anası Minə xanımı da orada salatın verirdi. Ancaq onun adı Minədir, Minə xanımdır. Götürür Minə xanımı da, öz anasının da Zərniyarı da, belə Müqəddəsə xanımı da götürüb gedir. Arada bir qaradam tikir, elə atası ölür. Qardaşlar deyir, ay qardaş, atamız da öldü, gəl evə. Mənim atam olar, bir də ata evinə qayıtmır. Ancaq onu, məsəl üçün, mənim anam da atam, məsəl üçün, elə yaxşı vuran, tutan adammış ki, nənəm, ikinci nənəm deyirmiş ki, mənim oğlanlarım biraz Rus təridir, Şəmidin bəy. Mən öləndə sən mənim çiynimdə apararsan. O qədər mənim atam atasını oxşurmuş. Dəli Kürdə təsvir olunan Qarayazı meşəsi, Kürün o üzündəki cələlər, Göytəpə kəndinin məişəti, bunlar hamısı İsmail Şıxılın gördüklərinin inkasıdır. Roman boyu canlandırılan hadisələr isə böyüklərdən eşitdiyi tarixi faktlara söykənir. Bu faktlar içərisində Şıxlinsklərlə Çar Rusiyasının düşmənçilik münasibəti qabardılır. Cahandar ağanın şəxsində imperiyaya üsyan edilir. Cahandar ağanın Rus hakimiyyətinə kin bəsləməsi. Bəzən bunu açıq deməsə də həmən nəsildə həmişə olub. Bunun da kökləri Mustafa ağa Arifdən başlanırdı. Onun faciəsindən başlanırdı. O, Rus hakimiyyətinin Qafqazda möhkəmlənməsinə böyük köməyi dəyib. Lakin Ruslar onun bu xidmətlərini nankorluqla qarşılamışlar, nankorluqla qarşılıq veriblər bu xidmətinə. Və o 1819-cu ildə Qafqaz canişini Yermolovun birbaşa göstərişi ilə Rusiya quberniyalarına sürgün olunmuş və o həyatını sürgündə başa çatdırmışdır. Digər tərəfdən Cahandar ağanın meşə məsələsinə görə Ruslarla münaqişəsi var, orada təsvir olunur. Bu da real həqiqətə uyğundur. Qarayazı meşələri məlum olduğu kimi onun yaşadığı kənddə, Kürün o birisi sahilində Kür boyu uzanan meşələr idi. Onların kənd əhalisinin və o cümlədən onların orada çoxlu binələri var idi, təsərrüfatları var idi. O meşələr onların o yeri idi. Bu zaman o meşələr doğrudan da Qazax cəmaatının əlindən alınıb. Orada qoruq yaradılıb. Ora böyük knyazın ov yeri olub və bu onların etirazına səbəb olub. Bu zəmində onların hakimiyyət orqanları ilə münaqişələri olmuşdur. Cahandar ağanın həyatını, romandakı həyatını onun oğlanları sonradan öz həyatlarında davam etdirmişlər, yaşamışlar. Cahandar ağanın oğlanları çox qəribədir ki, Sovet hakimiyyətinə də düşmən kəsilmişlər. Və onun bir oğlu Şəmiddin bəy güllələnmiş, onun digər iki oğlu Qiyas bəy və Hasan ağa mühacirətə getmiş və mühacirətdən əvvəl uzun müddət anti-sovet üsyançı hərəkatda iştirak etmişlər. Düş aşağıya, sənin çerkezi paltarını və papağını getirmişəm. Ged onları ki, gedir evə. Evdə bir ad söz verməyib ki? Yox, sənə söz dedim. Mən heç yerə getməyəcəm, ata. Seminarda yamçı qoyub... Necə? Geri. Qulaq as oğlum. Məni qubernator yanına çağırtdırmışdı. Bizim qoruğu almaq istəyirlər. Sən gəl, qayıt evimizə. Avul əmim oxuyubdu, qutarıb, banketdə ona zəhər verdirlər. Onun adını Qiyas əmmin oğluna qoyublar Avula. Hansı ki 30 il sürgündə qaldı. Gəldi 65-ci ildə, gəldi 66-cı ildə öldü, rəhmətə getdi. Sonra Hasan ağanın bir qızı vardı, Qəndəf adında. Sonra onlar 30-cu ildəki tutulub belə ağaları tuturdular, eləyirdilər. Onda o köçüb, onlar qaçıblar. Qiyas əmində, Hasan ağamında. Bir qızınla arvadını burada qov.
Qiyas əmim üç qızını, bir oğlunu burada qovub qaçıbdı. Mənim atama da deyiblər, ay qardaş, gəl sən də gedək. Atam deyir, mən getmirəm. Atamı da onlardan ötəri tutublar. Burada indiki ruhu xəstəxanada, o zaman Şəkərin qalası deyirdilər. Orada gülləliyiblər. O bir gün onu gülləliyiblər 31-ci il, 31-ci mart ayının 21-də. Ancaq mən olmuşam 31-ci il yanvar ayının 3-də, 4-də atamı tutublar. Sonradan ki, nə oldu? Onları əmim öyünü də onlar qaçandan sonra 37-ci ildə hamısının ikinci arvaddan olan oğullarını, uşaqlarını, hamısını sürgünə göndərdilər Qazaxstana, Qırğızstana. Ancaq mənim bacımın əri NKV'də zat işləyirdi, o vaxt ona görə göndərmədilər. Sonra nəysə də mənim bacımı 49-cu sürgün olanda nəysə də yerdə o qədər adamlar var ki, qəlbi götürməyən adamlar var. Verdilər ki, bunların da atası tustaqdır, siyasi tustaq olub, güllələnib, əmləri də Türkiyədədir. Elə bunları da sürgün eləyir. Cahandır ağayı nə deyim mən? Gözəl oğlan, gözəl kişi olub, kəndin ağası, əsl ağı olub. Qəbri də var. Gör, indi qəbri, onun demək qəbri Şıxılıdadır. Gör, onun ikinci arvadı nə qədər zaftalı olub ki, ikinci arvadın hünərinə bax. Ağa qızına qayıdıb, o öləndə, nənəm öləndə, birinci arvad öləndə Cahandar ağadan sonra ölüb. Qoymov onu onun yaxınına basırmağa, ha yanaşı. Deyib, orada mən basırlaşam. İndi Cahandar ağa ilə arvadı Müqəddəsə xanımı qavırıb, bir balaca bir-birindən aralıdır. Ancaq qismətə bax, elə oldu ki o, onlar eyni qəbirstanlıqda qaldı, öz qəbirstanlığımızda. Ancaq onun ikinci arvadı, Güllü xanım. Gəldi burada əmlərim qaçanda, atam güllələndi. Onları da bütün arvad uşaqlar töküblər Şəkərin qalasına. Onu da buraxmayıblar, ölübdür, ürəyi çatlayıb ölüb. Meydini də verməyiblər. Cahandar ağa igiddir, qəhrəmandır, sözünə düz adamdır. Rəiyyətlə münasibət qurmağı bacarır, elmə, təhsilə münasibət də müsbətdir. Yaşadığı zamanın əxlaq, namus kodeksinə sadiqdir. Amma birdən-birə özü bu kodeksi pozur. Başqasının zövcəsini qaçırmaqla onun namusuna sataşır. Bununla da düşmən qazanır. Ailəsində də dəyişir. Övladları üzünə ağ olur. Cahandar ağanın faciəsi məhz buradan başlanır. Ay gəlin, ciyərim yanır. Zəhmət olmasa atan ehsanına bir qap su ver içim. Gəl, yaxın gəl, qorxma. Təbii ki, əsərdən sonra bədii tənqid, araşdırmalar olur, əsərlər yazılır, yəni məqalələr çıxır və hərdən birdən elə olurdu ki, bir də görürsən gəlib deyirdi ki, valla bu tənqidçi əsəri izah eləyəndə belə izah eləyib, məntiqə uyğundur, amma deyir, mən əsəri yazanda heç də bunu nəzərdə tutmamışdım. Və o mənə belə bir şey söylədi ki, mən deyir, çox gözləyirdim ki, Cahandar ağanın tənqidçilər tərəfindən obraza araşdırılanda onun taleyinin nədən belə faciəvi olduğunu, Cahandar ağa faciəsinin əsasının nədə olduğunu tutacaqlar. Amma deyir, çox təəssüf ki, bunu yəni özünün, yəni İsmail Şıxlının nəzərdə tutduğu kimi açan, şərh verən olmamışdı. Amma özünün aləmində açıqlaması belə idi ki, Cahandar ağa həmişə əxlaq, namus, qeyriyyət kodeksindən yaşayıb və öz namusuna, qeyriyyətinə toxunan, sataşan olanda həmişə onun intiqamını, qisasını alıb. Amma Allahyarın xanımını, yoldaşını qaçırmaqla o özünün həmişə qoruduğu, özünün həmişə yüksəkdə tutduğu namus və qeyrət kodeksini pozur. Yəni o zaman
qadın qaçırmaq adi bir şeydir. Yəni adi deyəndə ki, tək-tük hallarda olmurdu. Amma özgəsinin halalca kəbinli arvadını qaçırmaq bu heç də həmişə olmurdu. Buna görə də Cahandar ağa həmin kodeksi, yəni həmin özgəsinin namusuna, qiriyyətinə toxunduğuna görə ondan sonraki faciələr onun başına gəlir. Tarixi həqiqətlər bədii əsərlə ictimaiyyətə təqdim edildi. Ədəbi tənqid də işə düşdü. Səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli əsər yazacağını məhz indi, bu dövrdə gözləmirdim. Əhsən və bərəkallah. Bu, Mehdi Hüseynin Dəli Kürə verdiyi ilk qiymətidir. Əsərə ağız büzənlər də tapıldı. İsmail Şıxlının onlara cavabı belə oldu. Təkcə Novruzəlilər, Məmməd Həsən əmilərlə milli şüur oyatmaq, milli vəhdət yaratmaq olmaz. Bakıxanovlar, Axundovlar, Mehmandarovlar, Şıxlinskilər də var. Ona görə də Cahandar ağa obrazını ədəbiyyata gətirməyə qərar aldım. Və əsərin ekran variantını hazırladı. Yazdıqlarını bəyaz pərdənin yaddaşına köçürmək üçün görkəmli rejissor Hüseyin Seyzadə ilə işbirliyinə başladı. Lakin gözləmədiyi hadisələrlə üzləşdi. Bakıdan Moskvaya anonim məktublarla yanaşı, tanınmış nasirlərin imzası olan namələr də axdı. Amandı qoymayın, İsmail Şıxlı bəyliyi idealizə edir, dini ixşaş yaradır, ruslar təhqir edilir. Məktublara mərkəz bir yana qalmadı. Senari dəfələrlə dəyişdirildi. Nəticədə müəllifin də, filmin rejissoru Hüseyin Seyzadənin də haqqı tapdandı. İkinci seriya ixtisara salındı. Ürəkləri bu da soyutmadı. Rəngli kinonetlərdə çəkilişə icazə verilmədi. Cahandar ağanın xarakteri çox belə, nətər deyim, ciddi adam olur. Həddən artıq ciddi adam olur. Heç vaxt o sözü elə belə havayı yerə deməyibdi. Heç vaxt. Məsələn, o güllə atır oğlunun əlində xançalı vuranda qızı qabağa gəlir, o da itil. Onun sözü iki olmaz. O gəlir oğlunun yanına yaxınlaşanda, oğlu heç cıkkırı da çıxarda bilmir. Elə bir John deyir, götür. Xançalı götürür, baxır, oğlun da belə üzünə bir yavaşcana belə əlini vurur. Ona görə hamı deyirdi də onu, başı, qohumları da, zad da falan. Həddindən artıq ciddi adam olur. Özünün də ölümü, onun, mən eşitmişəm, danışıblar, onun ölümü bu boynundan bir yara çıxıb. Boynundan bir yara çıxıb, o vaxtda da indi tapa bilmirlər onun dərmanını. Bax, o yaradan ölür. Cahandar ağanın ölümünü tamam başqa cür çəkib Seyidzadə. Ölümünü belə çəkib. Orada nökər gəlir, xəbər verir ki, bizim qoruğu gəldilər, zəft elədilər. Hökumət adamlarıdır. Kimlərdir bilmirik. Deyir, ata min görüm, ata min gəlir, görür ki, orada da rəhmətli Yusif Veliyev çəkilirdi. Bir haça saqqal, qalaq general vardı, ona çəkilirdi. Mən də atdan düşürəm. Düşdüm, gəldim, dedim ki, buna əngəlmədi, buna yığışdırsın burada, durun, dağılın buradan, yığışdırın zirzibilinizi. O da oturub bir ağacın altında araq içir, kabab yiyir, zaten tapancasını atıb oradan ağaçdan. Mənim də tüfəng qucağımdadır. Dedi ki, ay bəy, bura artıq sizin deyil, bura Varansov Daşkovundur. Mən Varansov Daşkov zat tanımıram, dur yığışdır zirzibilində buradan rədd olun gedin burada. Bu generalı orada vururdu. Bura bak, deli Müslüman. Yoksa yüreğinden sibir geçir ha? Davumuz oğlu. Al! Beni vurursan kudurgan köpeğim!